Xlorid turşusu ilə kuprum SO4-ün reaksiyası heç o birbaşa reaksiya getmir. Ona görə biz xlorid turşusu qoymuşuq, kolbadakı xlorid turşusu. Onun üzərinə biraz kuprum SO4 kristal hidratı əlavə edirik. Göydaş rəng dəyişdiyini görürsünüz. Bu reaksiya adi şəraitdə getmir. Biraz qarışdıraq bunu. Sonra mən bunun içərisinə alüminium folqa, alüminium daxil edəcəm. Bu reaksiya adi şəraitdə getmədiyinə görə biz bura alüminium folqa daxil edirik. Baxın, reaksiya şiddətli gedir. Buradan qaz ayrılır və alınan qaz yanıcıdır. Uşaqlar, burada məhlulda əmələ gəlir kuprum iyonları, SO4 iyonları, hidrogen və xlor iyonları. Sonra alüminium folqa atdımı, alüminium bilirik ki, üstündə oksid təbəqəsi olur. Turşunun təsirindən alüminiumun üzərindəki oksid təbəqəsi dağılır və alüminium misi məhluldan reduksiya edir və proses belə maraqlı görsənir. Oradan qazların ayrılması yanıcıdır. Reaksiya egzotermik reaksiyadır, güclü istiliyin ayrılması ilə gedir.